Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, vurğuladığınız kimi artıq yeni il gəlir və yeni illə əlaqədar olaraq bizi hansı iqtisadi mənzərədən gözləyəcəyi bir qədər maraq durur və nəzərə alsaq ki, indiki məqamda dünya bazarlarında qızılın və neftin qiyməti hər keçən gün daha da artır. Eyni zamanda biz Azərbaycanda da bir sıra sahələrdə bahalaşmanı müşahidə edirik və maraqlıdır ki, indiki məqamda bizi növbəti ildə iqtisadi baxımdan hansı mənzərə gözləyir, hansı istiqamətlərdə, sahələrdə biz qiymət artımı müşahidə edəcəyik. Elə bununla bağlı qonağın iqtisadçı Elçin Rəşidovdan informasiyaları alacağıq. Xoş görək Elçin bəy. Buyurun, suallara cavabı sizdən eşidək. Növbəti ildə biz gözləyə bilərik hansı istiqamətlərdə yol vergisi artığına görə hesab eləmək olar ki, yəqin ki, yanacağın qiymətində tarif şurası yenidən baxacaqdır, artıracaqdır qiymətini. Digər sahələrdə ümumilikdə iqtisadiyyat üçün mən qeyd edeyim, yəni vergilərin biraz artması, cərimələrin artması ümumi xərcləmələri azaldacaqdır. Bu da yəqin ki, qiymətlərin çox da artmasının qarşısını alacaqdır. Amma eyni zamanda qeyd edim ki, insanların xərcləmələri azalacaqdır. Bu yeni büdcə biraz fərqlidir. Yəqin ki, bu iqtisadiyyatın gələn il böyüməsini gözləmək yanlış olardı. Amma ən azından qeyd eləmək olar ki, böyük ehtimaldan sağlam əsaslara köklənir iqtisadi, daha sağlam əsaslara köklənir. Sizin efirlərdə həmişə dediyimiz kimi neçə illər, yəni bu Azərbaycan üçün mən hesab edirəm yeni neft qaydaların və şəffaflığın gətirilməsi ola bilərdir. Yəni büdcə xərcləmələrində ümumi maliyyə idarəetməsində əgər qaydalar tətbiq olunarsa, təəssüf ki, tətbiq olunmur və onun fonunda şəffaflıq əgər olarsa, bu bizim üçün bir yeni neft olardı və iqtisadiyyat daha sağlam əsaslarla və daha ədalətli formada inkişaf edərdi. Biz günlük olaraq hansı sahələrdə, bəs əsasən insanlar hansı məhsulların alışında qiymət artımını müşahidə edə bilər? Qeyd elədiniz yanacağı, amma başqa hansı istiqamətlərdə? Yanacaqdan asılı olan deyək ki, xidmət sahələri var. Məsələn, təbii ki, onlar yanacağın qiymətinin artmasından asılı olaraq onlar da qalxa bilər və bu yanacaqdan asılı olaraq eyni zamanda elektrikin qiymətinə tarif şurası düzəliş gətirə də bilər, gətirməyə də bilər. Yəni, bax, bu sahələrdir. Qalan sahələrdə ümumiyyətlə Azərbaycanda keçən il, əvvəlki illər ciddi şəkildə həm manatın ümumi real effektiv məzənəsinin aşağı düşməsi, yəni dəyərsizləşməsi fonunda və eyni zamanda idxal olunan qiymət artımı formunda inflyasiyalar olmuşdur. Mən hesab edirəm ki, bu elə həmin templərdə, bu formada da davam edəcəkdir. Təəssüf ki, bu inflyasiyanın böyük bir hissəsi, daha çox hissəsi ərzaq inflyasiyasıdır. Ərzaq qiymətləri daha çox qalxıb. Bu deməkdir ki, əhalinin sosial həssas deyək ki, qruplarına daha çox təsir edir. Çünki onların ərzaq xərcləmələri ümumi xərcləmələrin içərisindən faiz etibarilə daha böyükdür. Ona görə ərzaq qiyməti digərlərinə nisbətən daha çox qalxanda təbii ki, o qruplar daha çox təsirə məruz qalır. Mən hesab edirəm bu tendensiya, eyni tendensiya biz 2026-cı ildə görəcəyik. Amma qalxan qiymətlərin içərisində yığıma aid olan qiymətlər də var. Məsələn, bu qızıl qiyməti hal-hazırda hesab olunur ki, növbəti ildə proqnozlar bunu deyir, növbəti ildə deyək ki, qızılın qiyməti qalxacaqdır. Bunu Goldman Sachs və sair proqnoz agentlikləri deyir. Düz onlar keçən ilki proqnozları tutmamışdı, onu da qeyd edək. Amma yəni istənilən halda dünyanın ən çox istinad elədikləri proqnoz agentlikləri budur. Düşəcək şeylər neftin qiymətidir. Yenə də deyək ki, ən çox istifadə olunan ABŞ-ın deyək ki, enerji informasiya administrasiyası qeyd edir ki, neftin qiyməti növbəti il təxminən orta qiymət 55-də formalaşacaqdır. Yenə də belə agentliklərin əvvəlki illər üzrə deyək ki, proqnozları tutmamışdı. Amma yenə də istinad edəcək deyək ki, həmin əsas elə bütün proqnoz agentlikləri neftin gələnlə bu ilə nisbətən biraz düşəcəyini, orta qiymətin 55 dollarda bərqərar olacağını proqnoz ediblər. Təşəkkür edirəm. Çox sağ olun informasiyalar ətraflı şəkildə biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Elə bir daha xatırladım ki, artıq elə ekspertimiz də qeyd elədi ki, bir sıra sahələrdə ciddi qiymət artımı müşahidə olunur və təbii ki, bu da sosial həssas qruplar üçün çətin vəziyyət yaradır. Çünki yəni, onlar üçün gündəlik tələbatları ödəmək üçün lazım olan ərzaqları və yaxud da digər yəni, məhsulları almaqda çətinlik çəkilir və belə olan halda da təbii ki, onların da nəzərə alınaraq müəyyən bir sosial paketlər və yaxud da ki, qiymət hansı ki, yəni onları təmin edəcək sosial paketlərin yaradılması nəzərdə tutulur. Və təbii ki, buna ehtiyac da var. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bölüşdüyünə görə.